Avtomobilin təkərləri nə vaxt dəyişilməlidir? Təkər dəyişmək üçün ilk meyar protektor dərinliyidir. Protektor təkərin yerə toxunan dişli hissəsidir. Əgər bu dərinliyi 1,6 mm-dən azdırsa, təkər yol tutuşunu itirir və təhlükəli olur. İkinci vacib məsələ təkərin yaşıdır. Təkərin üzərində DOT kodu olur. Bu kodun son 4 rəqəmi istehsal tarixini göstərir. Məsələn, 2319 yazılıbsa, bu o deməkdir ki, təkər 2019-cu ilin 23-cü həftəsində istehsal olunub. Təkərin yaşı 5-6 ili keçibsə, protektor yaxşı olsa belə dəyişdirilməlidir. Çünki tərkibi sərtləşir və sürüşməyə səbəb ola bilər. Üçüncü göstərici görünən zədələrdir. Çatlar, şişkinlik, deformasiya və ya təkərin bir hissəsinin daha çox yeyilməsi. Bu hallar təkərin balansını pozur və qəza riskini artırır. Əlavə olaraq hər 10-15 min kilometrdən bir təkərlərin vəziyyəti yoxlanmalıdır.